Qardaş Türkiyə Cumhuriyyətinin 102-ci il dönümü münasibətilə Gülüstan Sarayında rəsmi qəbul keçirilib. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Millət vəkillərinin, ictimai-siyasi xadimlərin, media nümayəndələrinin, Azərbaycanda akreditə olunmuş diplomatik korpusun üzvlərinin, hərbi ateşçələrin də iştirak etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Birinci Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı Qazi Mustafa Kemal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin 1923-cü ildə qələbə ilə nəticələndiyini dedi. Səlahiyyətli elçi tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bugün Türkiyənin Prezident Rəcəb Tayyip Erdoğan'ın liderliyində qlobal miqyasda özünə məxsus, prinsipal və təsirli bir aktora çevrildiyini söylədi. Parlament sədri Sahibə Qafarova Böyük Atatürkün Respublika quruluşu, dünyavi dövlətçilik və demokratik dəyərləri haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayandığını dedi. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri, ortaq köklərimizdən və milli mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır. Türkiyə təkcə regionda deyil, bütün dünyada güc və söz sahibidir. Bir millət, iki dövlət olaraq bu ancaq bizi həm sevindirir, həm də qürurlandırır. Bunu isə tanınmış ictimai-siyasi xadimlər söylədilər. İki ülkemizin de ortak rakipleri, biraz muarızları, düşmanları var. Biz birbirimizle ne kadar yakın durursak aramıza girmeleri o kadar zor olur. Biz de o kadar güçlü oluruz onlara karşı. Onun için yeniden hem Cumhuriyet Bayramımızı kardeş Azerbaycan'da kutladığım için çok mutluyum. Can Azerbaycan'daki bütün kardeşlerimize Cumhurbaşkanımızın selamlarını getirdim. Bu devlet Türk milletinin en büyük devletlerinden biridir. Özellikle Azerbaycan'ın her zaman yanında olmuş bir devletimizdir. Türkiye'miz ebediyete, sonsuza kadar var olsun. Türkiye doğrudan da bu iller ərzində kifayət qədər böyük gücə sahib olan bir ölkəyə çevrilibdir. İqtisadi qüdrəti, siyasi nüfuzu və hərbi gücü kifayət qədər artmaqdadır və arzu eləyək ki, inşallah daha böyük rəqəmlərlə ifadə olunan bayramlarını qeyd eləyək. Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı və bu bugünkü müttəfiqliyinə gələn yol asan olmayıb, bu uzun bir dövrdən keçib. Bugünkü münasibətlərin bu səviyyəyə gəlməsində liderlərin rolunu da xüsusilə qeyd etmək istəyirəm. Tədbir sonra bədii proqramla davam etdi. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space.